ASTV xəbərə baxırsınız. Bugün axşam saatlarında paytaxtın Xətai rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. İş adamı Rüstəm Xankişiyevə məxsus Mercedes markalı maşın qəzaya uğrayıb. Nəticədə sürücü Valih İlyasov və Rüstəm Xankişiyev hadisə yerində dünyasını dəyişib. Məlumata görə Rüstəm Xankişiyev bugün tenderə gedərkən hadisə baş verib. Həmin tenderdə bir çox iş adamı, o cümlədən Rüstəm Xankişiyevin ən böyük rəqibi Bəbir Səlimov da iştirak edirmiş. Axşamı xeyirli. Qumru. Haydi. Ne oldu falan açılıq belə? Bir nəfər qəza keçirdi. Dedilər, Bəbir müəllim onun rəqibiymiş. Kimdi ki o? Rüstəm dedilər. Deyirəm, nə qədər pis işi varsa hamısının altından bu Bəbir çıxır. Qumru özün dedin axı qəza keçirib adamı. Neynəsin ki Bəbir mənim? Deyir, ən böyük rəqibi Bəbir imiş. Bir özün fikirləş də. O gün Bəbiri vurmadılar. Yəqin elə buymuş. İndi də Rüstəm qəza keçirdi. Bəbir əvəzini çıxıb da deməli. Sən necə belə beynində bu şeyləri uydurursan, sonra da öz-özünə təsdiqləyirsən ki, bu dəqiq Bəbir müəllim eləyib, hə? Qədir, bir özün fikirləş də. Nə qədər pis hadisələr varsa, hamısı bu adamla bağlı olur. Uyğun gəlmir səncə də? Bax, Qədir, mən nə qədər deyirəm, sən yenə öz bildiyini eləyirsən. Qurban olum, nə olar, başına dönüm, bu adamdan uzaq dur. Qorxuram da, niyə başa düşmürsən? İstəmirəm sabah sənin də başına nəsə bir hadisə gəlsin. Yaxşı da, yaxşı, sakit ol.